Biz müsəlmanda qeyrət yoxdur. Yoxdur qeyrət, hay Mirzə. Bax, elə o müsavatın böyüyü Usubbeyev var ha. Heç onda da qeyrət yoxdur. Səbr elə Onda bəy. qeyrət olsaydı, çoxdan qutarmışdı bizi Niqalayın tör-töküntülərindən. Səbr elə bəy, səbr elə. Səbr elə. Əşi, biz müsəlmanın evin yıxan səbr deyil, bəs nədir? O da Hilyaşevik cənabları çağırtdırıb hüzuruna, yəqin taxıl istəyəcək. Ömrüm boyu Niqalaya qulluq eləmişəm. İndi də gedim durum Dılğır İlyaşeviçin hüzurunda. Bilirsən bəy, Denikin oturub Qafqazın başında İlyaşeviçin güclənməsini gözləyirlər ki, Musavatın xırtdəyini üssünlər. Bakı neftini ələ keçirsin. Musavat da ki, bilirsən də güclənməyib, biz gərək ona kömək eləyək. Kimlə? Bizdə axı birliyi yoxdur, ay Mirzə. Birliyi sən yaratmalısan bəy. Mən? Bar ilahi! Səni tanımayana lənət. Axır ki, biz müsəlmanların da səsini eşitdi. Bəy, o təzə padişahın ismi şərif necə oldu? Müsavat? Müsavat padişah deyil, ay avam. Müsavat təzə hökumətin adıdır. O hökumətin ki, elə müsəlmanların hamısını bir gözdə görür. Xahı varlı, xahı kasıb. Bəs padişah? Padişah olmayacaq. Deməli, ara qarışıb məzhəb bitəcək. Ağzını xeyirliyə əkək ki, ara niyə qarışır? Sevinin ki, təzə hökumət gəlib, özü də öz hökumətimiz, Müsavat. Hökmü Dərbənddən Naxçıvana kimi yeriyir. Sevinin ay müsəlmanlar, gedin qurban kəsin, bayram eləyin. Bir də gördünüz Müsavat külü adlayıb keçdi bu taya. Buradakı qazaq-quzağın hamısını təpdi İrana. Qoymaram. Qoymaram Müsavat kürün bu tayına ayaq bassın. Muğan da, Lənkəran da 100 ilə yaxındır ki, bizim imperiyanındır. Belə də qalacaq. General Denikin kimi arxamız var. Böyük Britaniya kimi müttəfiqimiz var bizim. Cənablar, Musavatla münasibətimiz aydın və dəqiq olmalıdır. Musavat lideri Cənab-ı Sübbəyev bilməlidir ki, zəif deyilik biz. Onların hücumunu dəf eləmək üçün hər tərəfli, hazırlıqlı 15 minlik müsəlləh ordumuz var. Daha bir məsələyə xüsusi diqqət yetirin, cənablar. Bolşevikləri deyirəm. Şübhəli, görünənlərin hamısı dərhal həbs olunmalıdır. O ki, qaldı müqavimət göstərənlər. Gülləliyim.